Elektrik, plug-in və Tesla maşını sürənlərin diqqətinə. Salam hər kəsə, mən Batrika bəy. Bildiyiniz kimi, Teslamız səs gəldi. Bildiyiniz kimi, maşının mən həm 3 kW, həm də 7 kW şarjı taxıram. 7 kW şarjı taxmaqdan ötürü, ümumiyyətlə maşın şarjı taxmaqdan ötürü belə bir avtomatların yığılması mütləqdir. Çünki əgər keyfiyyətli avtomatlardan siz yığmasanız, bu sxemi sizin həm maşına ziyandır, həm də ki, ümumi belə deyək, elektrik həttində problem ola bilər və yanma ilə, alışma ilə baş verə bilər. Və gördüyünüz kimi mənfi müsbət gəlir. Bu kabellər onluq kabellərdir. Ümumiyyətlə istifadə etdiyim bütün kabellər onluq kabellərdir. Zazimleniyada hətta onluq kabeldir. Bu avtomatdır. Bu avtomat belə deyək də əsas müsbətə qoşulub, müsbəti ayırıb birləşdirməkdən ötürüdür və əlavə olaraq bu avtomatda insan əli dəysə, yəni hər hansı bir tok keçirmə prosesi baş verirsə, bu avtomat atır. Və əlavə olaraq burada bir dənə düymə var ki, məsləhət görülür ki, hər bir aydan bir bu düymədə basaraq resetləyin. Bu ümumi gərginlik üçündür, gərginliyi göstərir, nə qədər belə deyək də voltaj, maksimumu və minimumu özümüz nizamlaya bilirik. Bu 3 kW-lıq rozetka üçündür. Bunu hər şeyə qarşı istifadə etmişəm və bu da gördüyünüz kimi Tesla'nın çıxardım istəyirsiniz rahat görün. Tesla'nın şarjı üçündür və bu şarj isə bizə 7.5 kW verir və mən videoda sizə göstərəcəm ki, ümumiyyətlə proses necədir.